Vesselamu ala Resulillah əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və sonra İmam Əbu Bakır Əl-İsmaili rahmehullah sözünün davamında buyurur ki: "Və yəqulun innel imanə qavlun və aməl və ma'rifə." Yəni əhl-i sünnə hədis imamları deyirlər və etiqad edirlər ki, iman söz, əməl və Allahı tanımaqdan ibarətdir. Yəni iman deyəndə bu şeylər nəzərdə tutulur. İman deyəndə Allah Azza və Cəlləni tanımaq, həmçinin bunu dil ilə iqrar etmək və həmçinin bunu əməldə göstərmək. Yəni etiqad, dil və əməl. Yazidu bit-ta'a və yanqusu bil-ma'siyə. İman itayət ilə, ibadətlər ilə, salih əməllər ilə artır və asiliklər ilə azalır. Və mən kəthrat ta'atuhu əzyədu imanən mimmən huvə dunehu fit-ta'a. Və kimin salih əməlləri, itayəti çox olarsa, həmin kəs itayəti az olan kəsə nisbətdə imanı daha çox olan sayılır. Və bununla İmam Əbu Bakır rahmehullah iman barədə əhl-i sünnətin etiqadını bəyan edir. Mücməl şəkildə, müxtəsər şəkildə əhl-i sünnətin etiqadını bəyan edir. Təbii ki, bu mövzu əslində geniş mövzudur, lakin qədim müəlliflərin, qədim kitabların adəti belə olub. Hətta bu vaxtacan da keçdiyimiz mövzular və bundan qabaq götürdüyümüz İmam Əhmədin usulü sünnəsində qaydaları görürdük. Necə müxtəsər qeyd eləyirlər məsələləri. Nə üçün? Çünki onlara məsələlər aydın idi. Yoxsa belə iman mövzusu ilə əlaqəli çox məsələlər var. İmam rahmehullah onların hamısını burada qeyd etmir. Müxtəsər şəkildə bəzi şeylərə toxunur. Və əsasən toxunduğu burada imanla əlaqəli iki məsələdir. Onlardan birincisi imanın tərifini gətirir və bununla göstərmək istəyir ki, əməl imandandır. Və qeyd elədiyi ikinci məsələ də nədir? Deməli, iman artır və azalır. Və bununla da İmam Əbu Bakır rahmehullah əhl-i sünnənin, hədis imamlarının etiqadını bəyan edir və bununla da murciyələrə rəddiyə verir. Murciyələr İslam tarixində xavaricilərin ziddinə çıxmış bir firqədir. Ümumiyyətlə, İslam firqələri ki var, o firqələrin çoxusu biri birinin müqabilində çıxıb. Məsələn, qədərlər çıxıb, yəni qədəri inkar edənlər, onların müqabilində cəbirlər çıxıb. Onlar da qədəri isbatdağuluv ediblər, həddə aşıblar, hətta insanın iradəsini inkar ediblər. Aydındır. Məsələn, şiyələr çıxıb, əhl-i beyti ilahlaşdıranlar, onların müqabilində nasibilər çıxıb, əhl-i beyti söyənlər. Və həmçinin digər məsələlərdə, həmçinin bu məsələdə də, bu iman, küfür məsələsində ilk ortaya çıxan firqə hansı firqə olub? Xavaricilər. Və xavaricilərin müqabilində murciyələr çıxıb. Yəni, xavaricilər əməl iman məsələsindəğuluv ediblər. Həddə aşıblar, hətta o dərəcədə ki, deyiblər ki, kimsə bir əməli tərk etsə, məsələn, oruç tutmasa və ya hansısa bir günaha mübtəla olsa, məsələn, şərab içsə, yəni böyük günah sahibi, dindən çıxır, həmən. Xavaricilər bu məsələdəğuluv ediblər və xavaricilərin də müqabilində murciyələr çıxıb ortaya. Murciyələr. Və alimlər ixtilaf ediblər ki, ümumiyyətlə, bu fikri ilk dəfə kim ortaya çıxarıb? Və xavaricilərin də müqabilində murciyələr çıxıb ortaya və onlar deyiblər ki, əməl imandan deyil. Və hər kəs, bütün insanlar imanın əslində eynidir. Yəni, imanın əslində bu ümmətin ən fasiqi ilə ən möminin arasında heç bir fərq yoxdur. İmanın əslində bu ümmətin ən fasiqi
onun imanı imanın əslində Cəbrailin, Mikailin imanı ilə eynidir. İman əslində hamı eynidir. Və bu cür xuluv ediblər. Və murciyələrin də növləri var. Və onların qulatları, həddi aşanları deyiblər ki, ümumiyyətlə asilik imana təsir etmir. Yəni, insan asilik edirsə, onun asiliyi onun imanına təsir etmir. Və İmam Əbu Bakr rahimehullah bu məsələləri qeyd etməsi ilə bir növ həmin o murciyə firqəsinə rədd verir. Cavab verir ki, iman yəni əməl imandandır və iman artır və azalır. Və təbii ki, o murciyələrin bəzi növləri olub, onlara fəqih murciyələr deyirlər. Onlar bu məsələdə qədim murciyələrə nisbətdə çox xuluv etməsələr də yenə də bu bidətdən çıxa bilməyiblər. Onlar deyiblər ki, iman qəlbin etiqadıdır və dilin iqrarıdır. Yəni, dilin iqrarını imandan sayıblar, lakin əməli imandan saymayıblar. Və sual verilsə ki, nə üçün onlar murciyə adlanıblar? Murciyə. Murciyə irca sözündəndir, xülasə desək, yəni təxirə salmaq deməkdir. Yəni, o zaman ki, onlar əməli imandan geri salıblar, yəni əməli imandan ayırıblar, aydındır. Deyiblər ki, insan qəlbən Allahı tanısa, qəlbən Allahı bilsə, qəlbən Allahı təsdiqləsə, qəlbən Allaha etiqad etsə, o artıq imanı kamil mömindir. Hətta əməli olmasa belə və ya asilik etsə belə o imana heç bir təsiri olmur. Yəni bir növ əməli nə ediblər? Atıblar arxa plana, təxirə salıblar. Və bu da ərəbcə adlanır əl-ircə. İrca, etiqadı budur. Yəni əmələ qarşı səhlənkar olmaq. Və təbii ki, onların bəzi dəlilləri var. Bu etiqadların dair. Quran və sünnədən digər firqələrdə olduğu kimi. Yəni elə bir batil, yəni etiqad, elə bir batil fikir yoxdur ki, elə bir insan yoxdur ki, ən batil, ən zəlalət fikrinə gəlsin və yanında dəlil olmasın. Aydındır. Təsəvvür edin, bu ümmət içərisində ən batil fikir nə ola bilər? Kim deyər? Fikir olaraq, məsələn, etiqad olaraq, ən batil nə ola bilər? Kim dedi onu? Şirki kim dedi? Əlhəmdülillah, bəli, əhsən. Şirk. Yəni, məsələn, bir insan deyir ki, Allahdan qeyrisini çağırmaq olar. Düzdürmü? Yəni, bundan oyanası var, yoxdur. Bunu deyənlərin özlərinə görə dırnaq arası dəlillər var ya, yoxdur? Dəlillər var. Hətta bir kitab görmüşdüm. Kitabın adına fikir verin. Adı belədir. Ya Əli deməyi şirk sayanlara cavab. Kitabın adıdır. Aydındır. Yəni, hətta ən zəlalət fikirlərlə, ən batil etiqadlarla gələn belə dırnaq arası müəyyən dəlillərlə, şübhələrlə gəlir. Əgər bu belədirsə, bu cür məsələlərdə necə? Və murciyələrin də müəyyən dəlilləri var. Quran və sünnədən onlar o dəlilləri əsasən deyiblər ki, əməl imandan deyil. Və dəlillərindən birisi hansıdır? İmanın lüğəvi tərifi. Onlar deyiblər ki, imanın lüğətdə tərifi nədir? Yəni, məsələn, ərəbcə deyəndə ki, çünki iman kəlməsi ərəb kəlməsidir. Deyəndə ki, əl-imən. Bu kəlmənin lüğəvi mənası nədir? Mənası yəni təsdiq etmək, təsdiqləmək. Belə deyiblər. Deyiblər ki, əgər imanın lüğəvi mənası təsdiqləməkdirsə, deməli əməl imandan deyil. Çünki təsdiq nə olur? Qəlblə. Vəssalam. Yəni, imanın lüğəvi tərifini dəlil gətiriblər. Və Əhlüsünnə buna nə cavab verib? Əhlüsünnə deyib ki, hələn biz bura girmirik ki, iman kəlməsinin doğrudan da mənası təsdiq deyə yox, bu incəlikləri girmirik. Sadəcə olaraq deyirik ki, bəli, hətta
bununla razılaşsaq belə, deyirik ki, bəli, iman sözünün mənası təsdiq olsa belə, amma bu xas təsdiqdir. Necə xas təsdiq? Məgər təsdiq yalnız qəlbdə olur, əməllə olmur? Əməllə olur. Yəni, məsələn, bir insan iman əhlidir, ona biri deyir ki, sən imanını təsdiq elə, imanını isbat elə. Məsələn, deyir ki, mən oruç tuturam, mən namaz qılıram. Yəni, o imanını nə ilə isbat elədi? Əməllə. Deməli, əməllə də təsdiq olur. Bu bir. İkincisi də ki, Əhl-i-Sünnə deyib ki, bir şeyin lüğəvi mənası ayrıdır, islahi mənası ayrıdır. Yəni, bir şeyin lüğəvi mənasını dəlil kimi gətirmək olmaz. Məsələn, namaz, əs-saləh sözü, əs-saləh sözünün lüğəvi mənası nədir? Dua. Mütləq olaraq duadır. Məsələn, deyəndə ki, sallu alən-nəbi. Həmin saləh kəlməsindəndir. Yəni, Peyğəmbərə dua edin. Saləh kəlməsinin mənası duadır, lüğətdə. Amma saləh kəlməsinin şəri mənası nədir? Təkbirlə başlayıb, salamla bitən, müəyyən sözlərdən, hərəkətlərdən ibarət ibadətin adı. Deməli, əs-saləh sözünün lüğəvi mənası ilə şəri mənası arasında fərq oldu, olmadı? Oldu. Və məsələn, bayaqları dediyimiz şirk. Şirk lüğəvi mənası nədir? Şərik qoşmaq. Lüğəvi mənasında heç bir problem yoxdur. İnsan məsələn ticarətdə kimləsə şərik ola bilir ya, yox. Bu odur. Amma şəri mənası nədir? Şəri mənası başqadır. İbadətin hər hansısa bir növünü Allahdan qeyrisinə yönəltmək. Həmçinin bidət. Bidətin lüğəvi mənası təhlükəli deyil. Yenilikdir. Hər bir yenilik lüğəvi mənada bidətdir. Amma şəri mənası təhlükəlidir. Və o cümlədən də iman kəlməsi. Hətta razılaşsaq ki, iman kəlməsinin lüğəvi mənası təsdiqdir, amma onun şəri mənası mücərrəd olaraq təsdiqdir, yoxsa şəri mənası daha genişdir, daha genişdir. Və iman məfhumunun, yəni imanın şəri mənası qəlb ilə təsdiq, dil ilə iqrar və zahiri əməllərlə onu göstərməkdir. Və həmçinin başqa dəlillər də gətiriblər. Məsələn, o dəlillərdən birisi, o Qur'anda o ayələr ki var, Allah subhanahu və teala zahirən o ayələrdə əməllə imanı bir-birindən ayırır. Məsələn, bu ayədəki kimi, İnnəl-ləzīnə əmənu və amilus salihat. Allah azza və cəllə buyurur ki, o kəslər ki, iman etdilər və salih əməl işlədilər. Fikir verin ayəyə, İnnəl-ləzīnə əmənu, o kəslər ki, iman etdilər və amilus salihat və salih əməl işlədilər. Zahirən ayədə Allah subhanahu və teala imanla əməli bir-birindən ayırdı, ayırmadı. Zahirən ayırdı. Və bu cür ayələr dəlil gətiriblər ki, deməli, əməl imandan ayrıdır. Əməl imana daxil deyil. Çünki Allah subhanahu və teala ayələrdə əməllə imanı ayırır. Buna necə cavab vermək olar? Xatırlayan var? Yox, bu ayədən söhbət gedir. Bu cür ayələrdən. İman gətirən namaz qılar. Yox, İnnəl-ləzīnə əmənu və amilus salihat namazdan getmir söhbət. O kəslər ki, iman etdilər və salih əməl işlədilər. Yəni, ayənin zahirindən görürsən ki, Allah azza və cəllə imanla əməli bir-birindən ayırır. Xülasə cavab budur ki, bir neçə yöndən cavab vermək olar. Bilmirəm, indi başa düşülməsi biraz çətin olar ya necə. Yəni, cavab budur ki, ərəb dilində, həm ərəb dilində, həm Quran ayələrində, bu, yəni, bir mənalı qaydadır. Belə bir şey var. Məsələn, atful xas aləl-am və atful am aləl-xas. Yəni, ümumi mənalı bir şeyi xas bir şeyə atf etmək və ya tam əksinə, xası ümumi atf etmək. Məsələn, misal üçün biz deyirik ki, məsələn,
insanları sev, insanları və ya məsələn möminləri sev. Möminlər ümumidir, düzdürmü? Və sonra deyirsən ki, həmçinin bəzi möminlərdən bəzi insanların adını çəkirsən. Deyirsən ki, məsələn Əlini, məsələn Emini, tanıdığın müsəlman bildiyin bəzi insanların adını çəkirsən. Sən burada birinci dedin ki, möminləri, bu ümumidir. Çünki o dediyin Əli, Həsən, Emin adlarını çəkdiyin insanlar da mömindir axı. Sonra da onları ayrıca xas qeyd elədin. Niyə? Təkid üçün. Düzdürmü? Buna dəlalət edir təkidə, yoxsa zahirən cümləyə baxanda deyirsən ki, yox, deməli, möminlər ayrıdır, Emin, Əli, Həsən, Hüseyin ayrıdır. Zahirən ola bilsin ayrı görülsün, amma ayrı deyil. Bu təkid üçün belədir. Qur'anda bunun nə qədər dəlilləri var. Məsələn, Allah subhanahu teala buyurur ki, Hafizu aləs salavat, namazları qoruyun. Namazları. Bu fikir verdiniz, am, ümumidir. Hafizu aləs salavat, namazları qoruyun. Hə? Sonra nə deyir? Və salatil usta. Və orta namazı qoruyun. Namazları qoruyun və orta namazı qoruyun. Zahirən baxırsan ki, Allah azza və cəllə neynədir bunları? Bir-birindən ayırdı. Yəni bu ayə dəlildir ki, orta o namaz bu namazlardan deyil. Yox, bu namazlardandır. Sadəcə olaraq Allah subhanahu və teala birinci ümumən namazları qeyd elədi. Namazları qoruyun. Sonra xas olaraq orta namazı qeyd elədi. Buna deyirlər atful am aləl xas. Ümumi bir şeyin xüsusi bir şey atf edilməsi. Əlavə edilməsi. Orada yəni Allah azza və cəllə demişdi ki, hafizu aləs salavat, namazları qoruyun. Nə ehtiyac var idi ki, yenidən təkrar eləsin ki, və həmçinin orta namazı. Bu təkid üçündür. Bu o orta namazın önəminə bir işarədir. Yoxsa o da namazdır. Onsuz da o da hafizu aləs salavat əmrinə girir. Aydın oldu? Və məsələn başqa ayda Allah azza və cəllə buyurur ki, Mən kənə aduvən lillah Mən kənə aduvən lillahi və mələikətihi və rusulihi və Cibrilə və Mikal. Mən kənə aduvən lillah. Kim Allaha, onun mələklərinə, rəsullarına, Cəbrailə və Mikailə düşmən olarsa. Onsuz da Allah subhanahu teala birinci mələkləri, rəsulları qeyd eləmişdi. Kim Allaha, onun rəsullarına və mələklərinə düşmən olarsa, sonra qeyd elədi nəyi? Cəbraili və Mikailə. Bu o deməkdir ki, Cəbrail və Mikail mələk deyil ki, Allah subhanahu teala ayırdı ayədə. Kim Allaha, onun mələklərinə və sonra dedi ki, Cəbrailə və Mikailə düşmən olarsa. Yox. Bu sadəcə olaraq ümumi bir şeyin xüsusi bir şeyə atf edilməsidir. Və aydındır ki, Cəbrail və Mikail mələklərdəndir. Bəs nə üçün ayrıca qeyd edildi? Təkid üçün. Aydın oldu məsələ. Həmçinin də qaydırıq həmin ayələrə. Allah azza və cəllə buyurur ki, İnnellezine amenu və amilus salihat. O kəslər ki, iman etdilər və salih əməl işlədilər. Burada zahirən əməllə iman ayrılsa da, burada əməllə iman ayrılmayıb. Burada ümumi bir şeyin xüsusi bir şeyə atfıdır. Yəni əslində o salih əməl özü də imandandır. Birinci Allah subhanahu və teala imanı ümumən qeyd edir və sonra xüsusən əməli gətirir. Təkid üçün. Bu əksinə özü dəlildir ki, əməl imandandır. Aydındır. Və eyni ilə bunun oxşarı hansı ayədir? Və həmçinin bunu belə də demək olar, biraz bəsit şəkildə. Yəni, deyəndə ki, İnnellezine amenu və amilus salihat, o kəslər ki, iman etdilər və salih əməl işlədilər. Əslində, burada salih əməl də imandandır. Sadəcə olaraq imanın biri var əsli, biri var fər'i. Yəni, məsələn, necə ağac misalı, biri var ağacın əsli, bir də var kökü, yəni. Bir də var ağacın budaqları. Bunlar hamısı birlikdə nədir? İmandır. Ağacdır. İman da belədir. Biri var imanın kökü, əsli, hansı ki, bəli, imanın əsli kökü hardadır? Qəlbdə. Qəlbin yəqinliyi, qəlbin itayəti, qəlb əməlləri. Hə? Bunlar hamısı imanın köküdür. İmanın əslidir və zahiri əzalar ilə
edilən itayətlər də imandır, lakin o nədir? Fər'i imandır. O ağacın sanki budaqlarıdır. Bu eyni ilə bu ayə oxşur. Allah Azza və Cəllə buyurur ki: "Ya eyyuhellezina amanu." Ey iman edənlər, aminu billahi və rasuli. El-ayə. Allaha və Rasuluna iman edin. Allah Azza və Cəllə buyurur ki: "Ey iman edənlər." Sonra buyurur ki: "Allaha və Rasuluna iman edin." Xitab iman əhlinə deyil. Ya eyyuhellezina amanu. Xitab iman əhlinədir. Yəni deyilsə ki ayədə ya eyyuhel kafirun, ey kafirlər, aminu billahi və rasuli, Allaha və Rasuluna iman edin, başa düşüldü. Amma Allah Azza və Cəllə buyurur ki, ey iman edənlər, Allaha və Rasuluna iman edin. Hə. Cavab nədir? Bayaqki məsələ. Ya eyyuhellezina amanu, ey iman edənlər, bu xitab kimədir? O kəsə ki, onda imanın əsli var. Artıq İslam'a girib. Aminu billahi və rasuli. Allaha və Rasuluna iman edin, yəni itayət. Fər'i imandır əmr edilən. Aydındır? Bu əslində bir-birlərini qüvvətləndirir. Yəni burada dəlil yoxdur ki, əməl imandan deyil. Əksinə bu özü dəlildir ki, əməl imandandır. Və həmçinin fikir versəz, yəni ümumiyyətlə əhl-i sünnənin bu etiqadı ki var, yəni əhl-i sünnə əməli imandan görür, bunun ən əsas, ən güclü dəlili icmadır. Və bu icmanı bəlkə də ondan çox alim nəql edib. Və onlardan birisi İmam Buxar rahiməhullahdır. Həmçinin Risalə Əl-Um kitabında İmam Şafi və qeyriləri bu icmanı nəql ediblər ki, məsələn İmam Buxar rahimehullah deyir ki, yüzlərlə, minlərlə Şamda, Hicazda, Bəsrədə, Küfədə, Yəməndə, orada, burada minlərlə şeyxlərlə, müəllimlərlə, əhl-i sünnətin imamları ilə görüşdü. Hamısı ittifak etmişdilər ki, əməl imandandır. İman artır və azalır. Hamısı bunda ittifak etmişdilər. Bu məsələdə əhl-i sünnətin ən güclü dəlili elə əhl-i sünnətin icmasıdır. Və həmçinin Quran və sünnə. Məsələn, Allah Azza və Cəllə ayədə buyurur ki, bayaq qardaşın qeyd elədi ayədə وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ إِيمَانَكُمْ Allah sizin imanınızı zay etməyəcək. Bu ayə nə üçün nazil olub? Namaz barədə. Çünki əvvəl müsəlmanlar Qüdsə tərəf namaz qılırdılar və sonra qiblə dəyişdi Məkkəyə, Kəbəyə. Və bəzi sahabələr elə fikirləşmişdilər ki, narahat idilər. Fikirləşirdilər ki, onda bizim illərlə Qüdsə doğru qıldığımız namazlar nə oldu? Zay oldu. Elə bil ki, misal üçün, sən 2 il, 3 il dəstəmazsız namaz qılmışsan. Sonra bilmirsən ki, məsələn, dəstəmaz lazımdır və ya sonradan tutaq ki, dəstəmaz əmr edilib. İnsana həmən belə bir fikir gəlir ki, bəs 3 il, 4 il qıldığım namazlar necə olacaq? Eyni şey. Hə. Və buna görə, bu fikrə görə, bu nigarançılığa görə Allah Azza və Cəllə bu ayəni nazil etdi. وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ إِيمَانَكُمْ Allah sizin imanınızı, yəni namazınızı zay etməyəcək. Və Allah Azza və Cəllə bu ayədə imanı nə adlandırdı? Namaz. Daha doğrusu namazı nə adlandırdı? İman. Bu dəlildir ki, deməli, əməl imandandır. Və bayaqki ayə İnnellezîne âmenû ve amilussâlihât o kəslər ki, iman edib salih əməl işləyirlər. Bu özü dəlildir ki, əməl imandandır. Belə olmasaydı, həmən əməli Allah Azza və Cəllə zikr etməzdi. Və sünnədən də kifayət qədər dəlillər var və o dəlillərdən ən əsası İmam Buxar və Müslimin ittifaqla rəvayət etdikləri bu hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-iman bid'un və səb'unə şü'bə. İman 70 və bir neçə şöbədir. Yəni Allah Rasulü bu hədisdə buyurur ki, yəni iman bir bütün deyil. İmanın şöbələri var. Və a'lâhə qavlu la ilahe illallah.
Deməli, bu imanın şöbələrinin ən yüksəyi nədir? La ilahe illallah kəlməsi. La ilahe illallah etiqad etmək yox. La ilahe illallah kəlməsi hədisdə belə gəlir. Qovlu la ilahe illallah. La ilahe illallah sözü. Deməli, söz imandandır ya yox. Hədisdə gəldi. Qovlu la ilahe illallah. Bu 70-dən artıq imanın şöbələri ki var, o şöbələrin ən yüksəyi, ən zirvədə duran qovlu la ilahe illallah. La ilahe illallah sözüdür. Deməli, söz imandandır. Düzdür? Və ədnəhə, yəni o imanın şöbələrinin ən aşağısı imətətul əzə anit tariq. Yolda əziyyət verən bir şeyi kənarlaşdırmaq. Bu özü əməldir ya yox. Deməli, əməl imandandır ya yox. Aha, deməli, söz imandandır, əməl imandandır. Hədisin axırına fikir verin. Vəl-həyəu şu'bətun minəl iman. Və həya da imandan bir şöbədir. Həyanın yeri hardadır? Qəlb. Deməli, bu hədis elə imanın tərifini bizə verir ki, iman nədən ibarətdir? Qəlb, dil və əməllər. Və sonra İmam Abu Bakr Rahiməhullahın burada qeyd elədiyi kəlmələri müxtəsər olaraq izah edəcəm. İmam Rahiməhullah fikir verin imanın tərifində nə dedi? Buyurur ki, və yəqulun innəl imanə qovlun və amalun və ma'rifə. Bu imanın müxtəsər tərifidir. Ki, hədis imamları, hədis əhli deyir və belə etiqad edir ki, iman sözdən, əməldən və ma'rifə, yəni Allahı tanımaqdan ibarətdir. Ümumiyyətlə, imanın tərifi barədə ləfs olaraq sələfdən müxtəlif ləfslər varid olub. Amma məna baxımından hamısı eyni şeyə dəlalət edir. Yəni, məsələn, ən qısasından başlayaq, genişinə gedək, yoxsa genişdən başlayaq, qısaya. Qısadan başlayaq. Məsələn, sələfdən varid olub ki, əl-imən huvəl əməl. Qısa. İman əməldir. Yəni, mənası nədir? İman əməldir, yəni söz, etiqad imana girmir. Yox. İman əməldir. Doğrudan da elədir. İman əməldir, yəni qəlbin əməli, dilin əməlləri və zahiri əzaların əməlləri. Doğrudan da iman əməldən ibarətdir. Sadəcə olaraq sual verilsə ki, bəs nə üçün bu cür imana tərif verib? Murciyələrə gözdağı olsun deyə. Murciyələr ki, əməli imandan görməyiblər, sələfdən də bəziləri gəlib deyib ki, iman elə əməldir. Elə imanın tərifini bilmək istəyirsənsə, bil ki, elə iman əməldir. Aydındır, bir növ murciyələr rədd olsun deyə. Bu birinci. Biraz bunu genişləndirsək, məsələn, sələfdən gəlib, bu çox varid olub, indi də deyim. Əl-imən qovlun və əməl. Bir şey əlavə edildi. İman söz və əməldir. Bəs etiqad? Yox, etiqad da bura girir. Söz, yəni qovl, söz, yəni dilin sözü, hansı ki şəhadət kəlməsi, zikir, dua və s. dildə olan bütün itayətlər. Bir də qovlul qalb, qəlbin sözü, yəni qəlbin təsdiqi, qəlbin yəqinliyi. Deməli, iman nədir? Sözdür, dilin sözü və qəlbin sözü vəl əməl. Əməldir, yəni qəlbin əməlləri, hansı ki Allaha təvəkkül, Allahdan qorxmaq, Allaha bağlılıq, sevgi və s. və bir də zahiri orqanların əməlləri. Aydındır bu iki. Üçüncü biraz artırsaq, məsələn, sələfdən gəlib bildiyimiz tərif. İmam Abu Bakr Rahiməhullahın qeyd elədiyi. Əl-imən qovlun və əməl və i'tiqad. Və ya İmam Rahiməhullah deyir, əl-imən qovlun və əməl və ma'rifə. İman sözdür, əməldir və etiqaddır və Allahı tanımaqdır. Və həmçinin sələfdən gəlib biraz da artırıblar. 4 dənə gətiriblər. Deyiblər ki, iman sözdür, etiqaddır. Yəni, insan qəlbən etiqad edir və onu dili ilə iqrar edir və əməldə onu göstərir. 3 və 4-cü deyiblər ki, iman həmçinin sünnətə müvafiq olmaqdır. İman, qəlbin təsdiqi, dilin iqrarı,
zahirə əməllər və bir də sünnətə müvafiq olmaq. Və bununla bidət əhlinə rədd veriblər. Yəni demək istəyiblər ki, etiqad olmadan dilin iqrarının heç bir faydası yoxdur. Faydası olsaydı münafiqlərə fayda verərdi. Aydındır. Münafiqlər dilləri ilə deyirdilər ki, biz Allaha iman edirik. Hə? Ola bilsin namaz da qılır. Amma qəlbdə etiqad yoxdursa, bu kafirdir. Ola bilsin bu dünyada onunla müsəlman ki müamilə edilsin, amma axirətdə hökmü bəllidir. Deməli, etiqad olmasa dilin iqrarının faydası yoxdur. Dilin iqrarı olmasa etiqadın faydası yoxdur. Aydındır. Çünki ola bilsin insan qəlbən bunu bəzi insanlar, bəzi tələbələr, yəni qardaşlar bu məsələni başa düşməkdə ola bilsin çətinlik çəkirlər. Ki necə yəni dilin iqrarı, yəni o imanı dil ilə iqrar etmək, dil ilə izhar etmək, dilə gətirmək rukundur mu? İmanda əsli bir rukundur, şərtdir, yəni lazımdır, bəli. Çünki ola bilsin insan qəlbən etiqad edir, qəlbən yəqindir, amma dil ilə inkar edir. O qəlbindəki yəqinliyin ona bir faydası var, yoxdur. Bu tək imana nisbətdə belə deyil, ha. Başqa şeylərə nisbətdə də belədir. Məsələn, şükrə nisbətdə, zikrə nisbətdə, tövbəyə, o şeylər ki, qəlb, dil və əməldən ibarətdir. Məsələn, insan gedir, oğurluq edir, asilik edir və ya içir, şərab içir. Yəni, qəlbən deyir ki, yəni qəlbən bilir ki, haramdır. Qəlbən məsələn bilir ki, haramdır. Amma bunu dilinə gətirmir, etiraf eləmir. Təkəbbürlüyündən. O qəlbinin, qəlbdə ona ki, etiqad edir, faydası var, faydası yoxdur. Yəni, o tövbə sayılır, tövbə sayılmır. Ta ki, ona dilinə gətirməyincə, Allahdan bağışlanma diləməyincə. Yəni, insan ola bilsin, bir günahı edir, bilir o günahdır. Yəni, qəlbən bilir. Və qəlbən peşmandır da. Ola bilsin, oğurluq edir, oğurluq edən anda deyir ki, yəni öz içində, yəni Allah bağışlasın məni. Yəni, qəlbən bilir ki, haramdır. Çünki asilik edənlərin əksəriyyəti belədir. Kimlər ki, asilik edirlər və asiliyin bidətdən fərqi budur. Bidət olmayan asiliklərdən təhlükəsi budur. Çünki insan bidət edəndə onu yaxşı bilib edir. Amma bidət olmayan asilikləri kimsə edəndə onu yaxşı bilib etmir. Pis bilir içdə. Amma onu dilinə gətirməsə, yəni Allahdan bağışlanma diləməsə, o tövbə sayılır, sayılmır. Nə çox qəlbində peşman olsa belə, o günahı asilik saysa belə. Ona görə dilin təsdiqi şərtdir. Və həmçinin əməl də olmalıdır. Hətta qəlbdəki iman kamil olsun deyə. Çünki insan o imanı əməli ilə isbat etməlidir. Və nə üçün həmçinin deyiblər ki, həmçinin sünnəyə müvafiq olmaq? Çünki əməl olsa və əməl sünnəyə müvafiq olmasa, o əməl Allaha yüksəlir, yüksəlmir. Fikir verirsiniz, imanın bu 4 rukunu bir-birinə bağlıdır və bir-birini tamamlayır və bununla iman kamil olur. Qəlbin təsdiqi, dilin iqrarı və onu əməllərdə göstərmək və o əməllərin də sünnəyə müvafiq olması. Aydın oldu, fikir verdiniz. İmanın tərifində ləfz olaraq sələfdən müxtəlif ləfzlər gəlsə də, amma o ləfzlərin hamısının dəlalət elədiyi məna eynidir. Aydın oldu. Və sonra İmam Rahimehullah buyurur ki, Yazidu bit-ta'a və yanqusu bil-ma'siyə. İman itayətlə artır və asiliklə azalır. Bu da İmam Rahimehullah'ın qeyd etdiyi ikinci məsələdir. Və imanın bu əhl-i-sünnətin etiqadıdır. Bu əslində təbii bir məsələdir. Çünki bir insan əgər etiqad edirsə ki, əməl imandandır, o məcburdur desin ki, iman artır, azalır. Çünki əməl imandandırsa, insan salih əməl işləyir,
İman artır, asilik edir, azalır. Çünki əməl imandan da axı. Amma bir insan desə ki, yox, əməl imandan deyil, artıq məcburdur desin ki, iman artmır və azalmır. Çünki əməli əslən imandan görmür. Aydın oldu. Ona görə sual verilsə ki, dəlil nədir ki, əməl imandandır? Elə birinci bu dəlil. Bu dəlil nədir? Əqli dəlildir. Təlildir. Çünki biz deyirik ki, əgər əməl imandandırsa, deməli buna bağlı olaraq iman artır və azalır. Bu əqli dəlildir. Həmçinin imanın artıb azalmağına ikinci növ dəlil hissi dəlildir. Hissi dəlil. Çünki biz bunu özümüz hiss edirik axı. Yəni, kim hiss eləmir ki, imanı haçansa artır, haçansa azalır? Bunu hiss eləməyən var? Yoxdur. Bu özü hissi dəlildir. Murciyələrə cavab olaraq. Hətta sələfdən bəzilər deyir ki, murciyələrə rədd olaraq deyiblər ki, mən deyir, imanımın artıb azaldığını necə hiss edirəm? Necə ki, paltarımı soyunub geyinmirəm, bu o cür. Necə ki, paltarımı soyunub geyinirəm, yəni bilirəm ki, əynimdə paltar var, ya yoxdur və çöldə hava soyuqdursa isti paltar geyinirəm. Necə ki, bunu mənim bədənim hiss edirsə, o cürdə imanımın mən artıb azaldığımı hiss edirəm. Yəni, sən mənim qəlbimdə hiss elədiyim bir şeyin əksinə necə mənə təlqin edə bilərsən ki, iman artmır və azalmır? Bu ikinci növ dəlildir, yəni hissi dəlil. Və həmçinin Quran və sünnə də buna dəlalət edir. Nə qədər Quranda ayələr var, məsələn, Allah Azze və Cəllə buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə İzə zükirəllahu vəcilət qulubuhum və İzə tuliyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yətəvəkkəlun. Möminlər o kəslərdir ki, onların yanında Allah xatırlandıqda onların qəlbləri titriyər və onlara Allahın ayələri oxuyanda bu onların imanını artırar. Onların imanı artar və onlar yalnız Allaha təvəkkül edərlər. Açıq aydın ayədir. Və başqa ayədə Allah Azze və Cəllə buyurur ki, Əl-ləzīnə qalə lehumun-nəs İnnən-nəsə qad cəmə'u ləkum fəxşəvun fəzədəhum imanən. Yəni, bəzi insanlar gəlib onlara, yəni möminlərə deyəndə ki, cəmahat, bir qrup insan sizə qarşı dəstə yığıblar, ordu yığıblar, fəxşəvhum, onlardan qorxun, deyir, bu söz onların yalnız imanlarını artırdı. Və onlar dedilər ki, Allah bizə kifayətdir və o ən gözəl himayədardır. Ayədə Allah Subhanahu taala buyurdu ki, Allah onların imanlarını artırdı. Və fikir versəz, Quranda, ayələrdə imanın azaldığına dair bir ayə yoxdur. Sünnədə gəlib. Amma Quranda gələn ayələr hamısı imanın artmasına dairdir. Bunu sələflərdən bəzilərinə sual veriblər. Deyiblər ki, iman artır və azalır. Deyiblər ki, bəli. Sual verən deyib ki, bəs Allah Azza və Cəllə Quranda yalnız imanın artdığını qeyd edir axı. O da cavabında deyib ki, bir şey artırsa deməli azalır. Onu ayrıca qeyd eləməyə ehtiyac yoxdur. Əgər bir şey artırsa, bu dəlildir ki, o şey həmçinin azalır. Həmçinin imanın artıb azalmasından sünnədən nə qədər dəlillər var? Həm artmasına, həm azalmasına. Məsələn, elə bayaqlar qeyd elədiyim hədis, iman 70-dən çox şöbədən ibarətdir. Fikir verin hədisə, fə'ələhə qavlu la iləhə illallah. İmanın ən yuxarısı la iləhə illallah sözüdür. Və ədnəhə ən aşağısı, yəni Allah Resulü buyurur ki, aleyhissalatu vesselam, imanın yuxarısı var, aşağısı var. Deməli, iman artır, azalır. Aydındır. Və məsələn, o hədis ki, kim bir münkər görsə, fəlyuğayyirhu biyədi. Onu öz əli ilə dəyişsin. Fə illəm yəstəti' gücü çatmasa, fə bilisanihi, dili ilə. Buna da gücü çatmasa, fə bi qalbihi, qalbi ilə. Sonra Allah Resulü nə buyurdu? وَذَٰلِكَ اَدْعَفُ الْاِيمَانِ. Bu da imanın ən zəifidir. Ən aşağısıdır. Aydındır. Və başqa hədisdə Allah Resulü buyurur ki, اَكْمَلُ الْمُؤْمِنِينَ اِيمَانًا اَحْسَنُهُمْ خُلُقًا. Möminlərin imanı ən kamil olan, ən yüksək olan, əxlaqı ən gözəl olandır. Aydındır. Bu hədislərin hamısı səhihdir və bundan da artıq dəlillər var. Hansı ki, onların hamısı dəlalət edir ki, iman artır və azalır. Və sonra İmam Əbu Bakır rahimehullah son olaraq dedi ki,
Və mən kəsurat ta'atuhu əzyədu imanən mimmən huvə dunahu fit-ta'a. Yəni o kəsin ki itayəti çoxdursa, o itayəti az olana nisbətdə imanı çox sayılır. Yəni bir insanın ki itayəti Allaha olan ibadətləri və salih əməlləri çoxdursa, həmin insan itayəti az olan insana nisbətdə imanı çox olan sayılır. Aydındır? Və deməli insan, yəni itayət ilə insanın imanı artır. Və əhlüsünnə alimləri qeyd ediblər ki, imanın artması iki növdür. Yəni deyəndə ki, və mən kəsurat ta'atuhu, yəni kimin ki itayəti çox olsa, onun imanı çox olar. Kimin ki itayəti az olsa, onun imanı az olar. O salih əməllərə, o ibadətlərə nisbətdə ki iman artır ha. O imanın artmağı özü iki növdür. Biri var kəmiyyətdə imanın artışı. Bir də var keyfiyyətdə. Yəni məsələn, misal versək, misal üçün bir insan vitr namazını bir rükət qılır və ya 3 rükət qılır. Qardaşı isə 11 rükət qılır. Və əməl imandandır. Təbii ki 11 rükət qılan ona nisbətdə Allahı çox rüku edəcək. Çox səcdə edəcək. Çox Quran oxuyacaq. Deməli o itayətə, o əmələ, o ibadətə, o namaza nisbətdə 3 rükət vitri qılanın imanı daha çox olur, yoxsa 11 rükət qılanın? 11 rükət qılanın. Yox, 11 rükət qılanın. Lakin bu artış, imanda olan bu artma kəmiyyətdə olan artışdır. Çünki iman eyni o bal pətəyik olur, şöbələri. O bal dolduqca pətək tamamlanır. Bəzən görürsən naqisdir. İman da bu cürdür. 70-dən artıq şöbəsi var. Sən o şöbələri doldurduqca tamamlanır. Və təbii ki, çox əməl edənin imanı bu mənada az əməl edənin nisbətdə çoxdur. Ona görə vitr namazını, məsələn, 11 rükət qılanın imanı kəmiyyətdə 3 rükət qılana nisbətdə, o ibadətə nisbətdə çox sayılır. Bu imanın birinci növ artışıdır. Kəmiyyət. Bu təbiidir. Çünki məsələn bir insan bir səhifə Quran oxudu, durdu, getdi. Biri oturdu, bir səhifə yox, bir cüz. Sən necə deyə bilərsən ki, hər ikisinin iman, çünki bu itayət edir, əməl edir. Hər hərfinə 10 savab qazanır. Məgər bir səhifə oxuyanla 20 səhifə oxuyanın savabı eyni oldu? Hə? Yəni kəmiyyətdə imanın artışı eyni oldu? Yox. Təbii ki, 20 səhifə oxuyanın imanında olan artış kəmiyyətdə o birisinə nisbətdə çoxdur. Savabı, əcri çoxdur. Bu imanın birinci növ artışıdır. Bir də imanın ikinci növ artışı keyfiyyətdə olan. Keyfiyyət. Ola bilsin insan bir rükət qıldı və ya 3 rükət qıldı vitri, amma xuşu ilə. O keyfiyyətdə artış ki var, ola bilsin 3 rükət qılanda çox olsun. 11 rükət qılana nisbətdə. Ola bilsin 11 rükət qılır, amma xuşu yoxdur. O ibadətdəki məqsəd var, o hasil olmayıb. Aydındır? Yəni iman həm bu cür artır, həm bu cür. Ona görə insan əməl edəndə hər ikisinə də fikir verməlidir. Və şəriət də bunu əmr edir. Fikir verin ayələrə, hədislərə. Məgər Allah subhanahu və teala əməli çoxaltmağı əmr etmir. Allah Rasulü çox namaz qılmağı, çox oruç tutmağı, çox sədəqə verməyi və ya çox Quran oxumağı əmr etmir. Yəni kəmiyyətdə olan çoxluğu nəzərdə tutur. Əmr edir. Elə olmasaydı Allah Resulü aleyhissalatu vesselam deməzdi ki, Qur'anın hər hərfinə 10 savab var. Hər hərfinə 10 savab. Burada nəyə təşviq var? Çox Quran oxumağa. Deməli, şəriət əməlləri çoxaltmağı əmr etdiyi kimi, həmçinin də o əməlin özünü
Allahın muradına, istəyinə uyğun etməyi də əmr edir. Aydındır? Bu da o keyfiyyətdə imanın artışıdır. Necə ki İbrahim əleyhissalam, məsələn bunun Quranda dəlillərindən İbrahim əleyhissalamın Allah azza və cəllədən ölüləri diriltməsini istəməsi. Və iz qala İbrahimu Rabbi ərini keyfə tuhyil mevtə. O zaman ki İbrahim əleyhissalam dedi ki, ey Rabbim, mənə göstər, görüm ölüləri necə dirildirsən. Qalə əvələm tu'min, qalə bələ, vələkin liyətmainnə qalbi. Allah azza və cəllə dedi ki, məgər sən iman etmirsən? İbrahim əleyhissalam dedi ki, iman edirəm. Lakin istəyirəm ki, qəlbim nə olsun? Mutmain olsun. Bax, bu İbrahim əleyhissalamın istədiyi nə idi? İmanda yəqinlik. Yəni, məsələn, bir insan mömin, axirətə, qeybə iman edən birisi etiqad edir ki, insanlar diriləcək. Etiqad edir, etmir? Edir. İndi belə fərz elə ki, həmin insanın gözü qabağında Allah azza və cəllə bir ölünü diriltsə, onun imanında tərpəniş olacaq, olmayacaq? Olacaq, olmayacaq? Olacaq. İmanı artacaq, artmayacaq? Bu artma keyfiyyətdə olan artmadır, kəmiyyətdə. Kəmiyyətdə ola bilməz. Çünki məsələ bir məsələdir. O da ölünün dirilməsinə iman. Bu onsuz da ona iman edib. Məsələ iki məsələ deyil ki, yəni mən bir saat bundan qabaq bir məsələyə iman edirdim. İndi 5 məsələyə iman edirəm. Hətta imanım kəmiyyətdə artsın. İman edilən şey bir şeydir. Bəs əgər elədirsə, onda artış nədə olacaq? Keyfiyyətdə. Çünki yəqinlik hasil olacaq. Və İbrahim əleyhissalamın Allah azza və cəllədən istədiyi də bu idi. Ki, mən iman edirəm, vələkin liyətmainnə qalbi. İstəyirəm ki, qəlbim bununla mutmain olsun.